Fikirləşirəm ki, hal-hazırda süni intellekt ibtidai icma quruluşundadır. Sadəcə hər hansı bir sorğu yazmaq süni intellektdə düzgün istifadə etmək deyil. Əksər insanlar ilkin məlumat almaq üçün süni intellektə müraciət edir. Mən həmişə deyirəm, insanlar qorxurlar ki, süni intellekt mənim işimi əlimdən alacaq. Ən böyük qorxuları odur. Və mən həmişə deyirəm ki, süni intellekt sən olan işini əlindən alacaq ki, sən onu rəhbərin olaraq görəcəksən. Sən onu köməkçin olaraq gör. Bayaq Nigar xanım da toxundu o mövzuya. O sənin ancaq digital bir köməkçindir. O sənin rəhbərin deyil. Bu gələcəkdə rəqabət yaranacaq istər-istəməz. Biz nəyidəsə uduza bilərik, nəyidəsə uda bilərik. Tarixçilərin əsas bacarıqları hansı olacaq ki, onu əvəz edə bilməyəcək sizcə bu süni intellekt? Hal-hazırki süni intellekt insan yerinə düşünür, analiz edir, nəticə çıxardır, annotasiya da verir. Süni intellekt şirkətləri hamısı kökən olaraq Amerikadadır. Sizə nə ölkədə bəlkə sizin dediyiniz kimi ola bilərdi, Amerikadadır və onlar öz mədəniyyətlərini, öz fikirlərini necədirsə o formada da bütün dünyaya yeridilər. Qaydalar müəyyənləşdirilməli mütləq şəkildə. Hələ ki bu proses gedir bizdə. Çünki strategiyalar qəbul olunubdu 2025-də, 25-28-ci illər strategiyası, 2026-da da bu strategiyanın sürətlənməsi haqqında plan qəbul olunub və o hər ikisində bu məsələlər işıqlandırılıbdır. Futuristik rejissorların, yazıçıların o təsvir etdiyi dünya uzaqda deyil, bu sürətlə yaxın gələcəkdədir. Hər kəsi salamlayıram, xoş gördük dostlar. Bizim Gənc Tarix buraxılışının növbəti podkastıdır. Artıq dördüncüdür. Artıq dördüncüdür, xeyirli olsun. Bu, həqiqətən mən fikirləşirəm ki, hər növbəti buraxılışda daha da maraqlı olur və qonaqlarımız bir-birindən maraqlı və mövzular da çox maraqlı olur. Bugünkü mövzumuz kifayət qədər dövrümüzün ən müasir mövzularından biridir. Həyatın bəlkə də hər sahəsini əhatə etmiş bir mövzudur. Bir nömrəli prioritetdir deyə bilərik. Artıq həyatımıza daxil olub deyərdim hətta. Bir hissəsidir həyatımızın artıq. Amma nədir o? Bu hamımızın həyatımızda, gündəlik həyatımızda istifadə etdiyi süni intellektdir. Və bəli, biz bu günləri süni intellekt haqqında danışacağıq. Kütləvi olaraq süni intellektlə mən düşünürəm ki, hər kəs 2022-ci ildə tanış olmağa başladı. Məhz bu ChatGPT kimi OpenAI şirkətinin bundan sonra. Amma təbii ki, bu 2 il öncə baş verməyib, 3 il öncə də baş verməyib. Bunun tarixi hara gedir, çıxır? Bunun tarixi əslində gedir, çıxır elə keçən əsrə. Bax, hər şey birinci düşüncə olaraq başlayır da. Bu düşüncə olaraq 40-cı illərdə artıq filosoflar başlayırlar, riyaziyyatçılar və filosoflar praktiki düşünməyə başlayırlar ki, belə bir şey həqiqətən ola bilər. Artıq yəni texniki inkişaf ona belə deyək, zəmin yaradırdı. Ümumi başlanğıc bu toxum olaraq gedir antik dövrə əlbəttə ki, o antik dövr filosoflarında da olub. Tam olaraq indiki anlamdakı süni zəka olmasa da insandan fərqli bir zəka anlayışı olub ideya olaraq. Amma belə faktiki, praktiki, real səslənən fikirlər 40-cı illərdə artıq başlayır formalaşmağa ki, bu maşınlar düşünə bilərmi? Artıq çünki sənayələşmə dövründən sonra intensiv maşınlar istehsal olunmağa başlayır. Yəni 2-ci Dünya müharibəsindən sonra da daha da sürətlənir də bu proses. Bu müharibənin təsiri ola bilər, biraz zərurət kimi yaratdı, onu sürətləndir. Onsuz da bütün yeniliklər, adi internetin özü belə hərbi sənayedən ilk ixtira olunub da. Həmişə belə adətən texniki yeniliklər daha çox müdafiə sənayesindədir. Bir neçə il öncə artıq hərbi sənayedə bu istifadə olunub. İnternetin ilkin məqsədi onsuz da hərbi müdafiə məqsədli oldu məsələn. Həmçində bu. Bu da ilk belə ideya olaraq 40-cı illərdə yarandı. Bunun rəsmiləşməsi 1950-ci ildə Alan Turing, Britaniyalı riyaziyyatçının bir məqaləsi dərc olunur. Hesablama maşınları və intellekt, Computing Machines and Intelligence. Belə bir məqalədir. Burada artıq o izah eləyir ki, süni maşınlar insan kimi necə düşünə bilər və onun məntiqi daha çox funksionalist
şeydən olur, bucaqdan. Bu nə deməkdir? Yəni o deyir ki, biz dərinliyinə getməməliyik də insan kimi hər tərəfli düşünürmü, maşın düşünmürmü? Nəticəyə bax. İnsan sənə verdiyi nəticəni verirsə, deməli ekvivalent sayıla bilər bu insana. Ona görə də bir Turing testi formalaşdı. Turing pioner idi bu yolda deyərdik hətta, hə? Daha belə bu gün müasir. Yəni o məqalədə Turing testini təqdim edir ki, bu testi keçən belə deyək, istənilən maşın, sistem artıq süni intellekt sayıla bilər də, bir növ insanla eyni düşüncə qabiliyyətinə malik sayılır ekvivalent kimi. Amma termin olaraq süni intellekt hardan gəlir? O səhv eləmirəmsə bir seminar var idi, Dartmouth yay seminarı idi. Orada ilk dəfə John McCarthy adlı bir alim süni intellekt, artificial intelligence sözünü istifadə elədi və məhz 2 il sonra 1958-ci ildə ilk neyroşəbəkə yarandı. Mark 1 adlandırdı səhv eləmirəmsə və bundan sonra məncə şəbəkələrin artıq gözləntilər çox idi həmin dövr cəmiyyətdə ki, bu süni intellekt başlayacaq getdikcə insanların həyatının hər bir sahəsini əhatə etməyə, hər bir sahədə kömək eləyəcək, bugünkü kimi sürətli inkişaf eləyəcək. Amma təbii ki, bu gözləntilər özünü doğrultmadı. Maraqlı bir süni intellektin ilk uğurları olub məncə tarixdə. İnsanla yarışdırıblar, elə bir şeylər də olub. Bir-iki dənə maraqlı epizod var. Məsələn, biri 96-cı ildə baş verir bu hadisə. Deməli, Massachusetts Texnologiya İnstitutu MIT Eliza adında bir model yaradır. Bu nədir? İdeya odur ki, bu model bir psixoterapevt rolunu oynayır. Elə də istifadə eləyir. Terapevt kimi sualları təkrar belə deyək, pasiyentə deyək də verir və ondan cavablar alır. Belə-belə dərinliyinə enir onun psixologiyasında. Onda hazır yazılmış suallardır. Təbii ki, alqoritmdir bunun beynində. O analiz edib seçə bilmirdi. O vaxt ki, modellər yəni indi başa düşdüyümüz qədər qəliz deyildi də. Amma burada maraqlı nüans nədir? Onu Joseph Weizenbaum olmalıydı, səhv eləmirəmsə, yaradıcısına. Onun özünün katibi də daxil olmaqla baxır ki, istifadə edənlər bir müddətdən sonra artıq emosional bir bağlılıq yaradıb həmin o maşına qarşı. Bir müddətdən sonra insan o qədər ondan interaksiya, kommunikasiya qurur ki, söhbət edirsən ki, artıq sən unudursan ki, bu bir maşındır, alqoritmdir. Onu bir insan kimi, bir personaj kimi qəbul edir insan psixologiyası və bir dosta yaxından necə bağlanırsan? Bəli. Artıq emosional bir orada asıllıq yaranmışdı. Belə bir maraqlı. Ümumiyyətlə məncə kompüter yaranandan artıq süni intellekt yaranmağa başlayır, belə deyək, ilk kompüterlər. Amma onlar da texniki cihaz olaraq böyük bir ortaqlıq tuturlar. Bəlkə həmin o dediyin o terapist, süni terapist eyni bir həcmdə idi texniki olaraq. Amma təbii ki, neçə il öncə olub o? O 96-cı ildə 30 il əvvəl. 30 il əvvəlki texnologiya nə cür bağlılıq yarada bilibsə insanın, deməli müəyyən qədər bir təsiri olub. Bir adətən elə psixoloqlar da məncə elə işləyir, sual verərək işləyirlər və məntiq onsuz da o psixologiyanın da biz bir keçən əsr səhlənən dövr idi. Ona görə artıq 90-cı illərdə də hər yerə tətbiq eləməyə başlayırlar. Məsələn, başqa bir nüansda deyim sənə, bir il sonra 97-ci ildə IBM-in Deep Blue kompüteri var idi, şahmat üzrə daha o çox. Kasparovu qalib gələn. Kasparova qalib gəlir ilk dəfə və Kasparov da dövrün dünya çempionu idi. Amma orada maraqlı bir nüans var. Kasparov şübhələnir nədənsə. O oyunun jurnal qeydlərini istəyir. IBM onu təqdim eləmir. İndi biz bilmirik ki, həqiqətən Deep Blue belə deyək, öz hesabına mı Kasparovu məğlub elədi, yoxsa onun arxasında bir yenə də insan faktoru var idi həmin oyun ərzində ona təsir edən. Ola bilsin. Belə maraqlı məqam kimi qalıb bu hələ də. Bilirsiniz nəyə oxşayır? Bu sirkdə balaca maşınlar yeriyirdi. Elə bilirdilər ki, o mexanizmdir. Amma içində balaca boylu insanları yerləşdirirdilər. Amma elə bilirdi ki, o mexanizmdir. Eynisini o Kasparov da elə bir konspiroloji düşüncəyə gələ bilər ki, ona qarşı oynayan elə özü kimi bir yaxşı, yüksək səviyyədə bir grossmeisterdir. İndi bu o dövr üçün belə deyək, sual kimi qalır. Amma mənə elə gəlir ki, indiki
süni intellekt modellərində artıq o müzakirə predmeti deyildi. Hansısa bir model, məsələn, bu gün Magnus Carlsendir də nömrə 1 dünyada. Onu məğlub edib kompüterlər dəfə olur. Carlsen məğlub eləyir, maşın bunu məğlub eləyir. Artıq burada o Kasparov məsələsindəki kimi sual yaranmır ki, bunun arxasında nəsə bir insan faktoru var ya yoxdur. Çünki daha mürəkkəb sistemdir. Onu təkmilləşir və bunun qadir olduğunu bilirik. İndiki sistemlər tamam fərqlidir. İndi onu yəqin ki, birazdan daha yaxşı izah edərsən, Ayxan. Bilirsən necədir? Mən fikirləşirəm ki, bu təkmilləşmə dayanmır, amma hər dəfə daha sürətli şəkildə inkişaf edir. Son 2 ildə icad olunanlar 20 ildən daha çoxdur və yaxud son 20 ildə icad olunanlar 200 ildən daha çoxdur və belə-belə baxırsan ki, intensivlik artır. Yəni texnologiya daha sürətlə inkişaf eləyir. Və mən istərdim biz mövzumuzu həm də süni intellektin bizim elmə və xüsusən tarix elminə təsiri haqqında da danışaq. Və bu haqqında danışmaq üçün bizim çox maraqlı qonaqlarımız var. Və bu dəfə istəyirəm ki, bir təqdimatımızı bir qədər fərqli eləyək. Gəl qonaqlarımızı biz təqdim etməyək. Elə süni intellekt özü təqdim eləsin. Doğrudan. Etibar eləyə bilərik ona məncə. Hörmətli izləyicilər, hər birinizi salamlayırıq. Bugünkü verilişimiz olduqca aktual və maraqlı bir mövzuya həsr olunub. Verilişimizdə süni intellekt və onun tarix elminə və cəmiyyətə təsiri mövzularına toxunulacaq. Qonaqlarımız isə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Rəqəmsal Tarix Etnologiya və Süni İntellekt şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Camalova və süni intellekt üzrə ekspert və Azərbaycan dilində ilk süni intellektlə bağlı kitab hesab olunan Ağılların İttifaqı əsərinin müəllifi Dilarə Zamanovadır. Bugün süni intellektin tarixinə, yaranması və gələcəyi haqda bir sıra mövzulara toxunaraq müzakirələr aparacağıq. İzləmədə qalın. Əgər şivəsi, ləçəsi bunları nəzərə almasaq, məncə Kifayət qədər uğurlu yəni hesab eləmək olar. çox maraqlı təqdimat elədi. Axırında biraz özündən əlavə elədi, deyəsən. Hə. Və təqdimatı elədisə, biz də biraz icazə versə, insan faktorunu əlavə eləyək, biz də təqdim eləyək. Deməli, qonaqlarımız Tarix və Etnologiya İnstitutunun Rəqəmsal Tarix Etnologiya və Süni İntellekt şöbəsinin müdiri Nigar xanım Camalovadır. Və Azərbaycan dilində ilk yazılan süni intellektlə bağlı Ağıllar İttifaqı kitabının müəllifi, süni intellekt üzrə mütəxəssis Dilarə xanım Zamanovadır. Sizi xoş gördük. Salamlayırıq sizi. Hoş gördük. Deməli, bizim suallarımız var və sualları biz həm tarix elmindən bağlı vermək istəyərdik sizə. Maraqlandıran mövzularımız var və eyni zamanda da ümumiyyətlə süni intellektin texniki tərəflərini, yəni Dilarə xanım, siz daha yaxşı bilərsiniz. Və Nigar xanım, sizə bir sualım var ki, bu günləri həyatımıza süni intellekt müəyyən qədər təsirləri var. Daha öncə tarixçilərin həyatına, elm adamlarının həyatına süni intellekt qədər belə bir dönüş yaradan hansısa bir hadisə baş vermişdimi, texnoloji bir hadisə? Bəli. Mən ilk öncə sizi və tamaşaçıları, bizi izləyənləri salamlayıram. Təşəkkür edirəm sualınıza görə. Sual çox maraqlı sualdır və bəli, yəni qısa cavab budur ki, təsir etmişdi. Bildiyimiz kimi, lap elə qədimdən başlayaraq insanlar təbiətdəki hadisələrin səbəbini bilmək üçün onları izah etməyə çalışırdılar və bununla da yavaş-yavaş ixtiralar etməyə başladılar. Yazının meydana gəlməsi, məsələn, tarixin yazılmasında ən böyük sıçrayışlardan biri yazının meydana gəlməsidir ki, hansı ki, bununla yazılı mənbələr artıq formalaşmağa başladı. Daha sonra ən böyük sıçrayışlardan biri kağızın meydana gəlməsi, hansı ki, o mənbələri köçürdürdülər kağıza və ən böyük sıçrayışlardan biri və dövrü üçün inqilabi bir yenilik olan çap maşınının ixtirasıdır ki, çap maşınını ixtira edəndən sonra artıq çapda, yəni tarixşünaslığa doğru gedildi və kütləvi əsərlər çap olunmağa başladı, kütləvi şəkildə. Daha sonra isə təbii ki, hesablama texnologiyaları gəlir, inqilabi sıçrayışları nəzərdə tutsaq.
Və bundan sonra rəqəmsallaşma, məsəl üçün, kompüterlərin birinci yaradılması, kompüterlərin yaradılması ilə elektron məlumat bazasının da yaradılmağa başlaması və ən böyük sıçrayışlardan biri təbii ki, internetin yaradılması və kütləviləşməsi oldu. Hansı ki, burada artıq böyük data mərkəzləri də formalaşmağa başladı və tarixçi artıq bu data mərkəzlərindən olan məlumatlardan yararlanmağa başladı və əlbəttə ki, bu tarix elminə çox müsbət təsir göstərdi. Yəni elmin genişlənməsinə, dərinləşməsinə. Və nəhayət ən böyük sıçrayışlardan biri süni intellektin yaradılması. Siz başda qeyd etdiniz, tarixini çox gözəl izah etdiniz. Süni intellektin yaradılması ilə isə daha bir yeni mərhələyə qədəm qoydu və artıq burada tarixçiyə süni intellekt həm köməkçi vasitə kimi çox belə kömək edir və həm də ki, indi gələcəkdə, indi hal-hazırda düzdür, əməkdaşlıq formasında inkişaf edibdir. Süni intellekt köməkçi, yardımcı vasitə kimi istifadə olunur. İndi amma biz gələcəyi bilə bilmərik. Çünki bu sürətlə inkişaf etsə, siz Ayxan bəy qeyd etdiniz ki, sürətlə inkişaf edir. Çox sürətlə, eynən. Çox sürətlə inkişaf etsə, indi gələcəkdə bəlkə də alternativ də ola bilər. Ümumiyyətlə bir şey qeyd eləmək istəyirəm. Dünyada ixtiralar bəzən kitablarda yazılır. Futurist yazarlar var. Məsəl üçün Jules Verne kitabında Nautilusu qeyd edəndə hələ sualtı qayıqlar yox idi. Və bu kimisə həvəsləndirdi və sualtı qayıqlar ixtira olundu. Və biz də bu günləri baxa bilərik ki, filmlər var, futuristik filmlər, süni intellektin nələrə gətirib çıxara bilər, hansı dünya ola bilər. Bəlkə də bundan ilhamlanan ixtiraçılar onu yeni dünyanın düzənini qurmasında bir rol olacaq. Nigar xanım, öyrəşə bilirsinizmi? Yeni mühitdə əlbəttə ki, yəni çalışırıq ki, çalışmalıyıq və öyrəşməliyik. Çünki məncə geri dönüş yoxdur. Bu inkişaf edir və inkişaf etməkdə də davam edəcək. Çünki süni intellekt xanım yaxşı bilər, elə bir sistemdir ki, özünü daim təkmilləşdirə bilir. Yəni ki, mənə elə gəlir ki, elə belə də davam edəcək, təkmilləşəcək. Razıyam sizə. Siz dediniz kitab çapı. Səhv eləmirəmsə, Johan Gutenberg çapı başlayıb 15-ci əsrdə idi, səhv eləmirəmsə. Və bu qabaqcıl texnologiyadan imtina eləyən dövlətlər, o dövrün dövlətləri, səhv eləmirəmsə, hansısa konservativ axınlar var idi Osmanlının özündə. İmtina eləyən əlbəttə ki, geriyə qalırdı. Və bu günləri də həmin 15-ci əsrin çap maşını süni intellektdir. Və ondan imtina etmək geridə qalmaq deməkdir və mən düşünürəm ki, elm adamları, xüsusən də istənilən sahənin elm adamları bunu tətbiq etməlidir. Xüsusən də bizim elmin səhv eləmirəmsə 2026-cı ildə süni intellektlə bağlı strategiya planı hazırlanıb və rəqəmsallaşmayla bağlı da planlar var. Strategiya planları xeyli var bu sahədə və düşünürəm ki, bizim dövlətin də qayğısı var bu sahədə və biz də maksimum dərəcədə üzərimizdə işləməliyik ki, elmdə maksimum süni intellekti tətbiq edə bilək. Bu il əsas prioritetlərdən biridir süni intellekt. Bununla bağlı artıq bir neçə sərəncamda var və daha da olacaq böyük ehtimal ki, mənə elə gəlir üzümüzə gələn 5 il ərzində artıq köklü inkişaf istiqamətində addımları biz görəcəyik ölkəmizdə. Rəqəmsallaşmaya doğru olan maraq, yəni bu artıq müzakirə predmeti deyil. Dediyin kimi, indiki dövrdə hər ölkənin agendasında bu olmalıdır. Əgər o çap maşınında geri qalan ölkələr kimi yenə indiki çap maşınından geri qalmaq istəmirsənsə, bu məcbursan. Mütləq. Artıq inkişafla paralel getməyə, belə deyək. Qayıdaq amma mövzumuza yenə də bu süni intellektin özünün keçmişinə bir baxaq istəyirsən. Biz düzdür başlanğıcını verdik, amma qonaqlarımızdan da eşitmək istəyərəm ki, mən bu necə oldu? İndi siz Nigar xanım əsas tarixdəki bu böyük ixtiraları dediniz. İndi bu süni intellektin özünün tarixinə baxsaq, biraz çərçivəni daraltsaq. Məncə Dilarə xanım bu haqda bizə ətraflı verə bilər. Araşdıranda belə bir şey gördüm. Süni intellekt qışları
deyilən bir dövrlər var. Soyuq idi Bu da. Yox, yox. valla bilmirəm. Soyuq. Biz başa düşdüyümüz Münasibət anlamda mı soyuq düşürdü idi. yoxsa soyuq müharibə dövrünə düşürdü deyə bunu qoydular adı. Ümumiyyətlə süni intellekt qışı nədir? Bunu bizi bir aydınladın zəhmət olsa bilməyənlər Suni üçün. intellekt qışı heç də gözlənilən kimi qış deyil. Qış məsələsidir, yəni ay soyuq idisa məsələləri deyil. Suni intellekt qışı nəyə görə yarandı? İnsanlar çox məlumat gözləyirdilər. Tələb çox artmışdı suni intellekt yeni-yeni yarananda. Və bu tələbi qarşılaya bilmirdi suni intellekt o vaxtı. Çünki daha yeni yaranırdı. İlk etaplarda yarananda suni intellekt nəyi həll edir? Riyazi məsələləri, şahmatı və s. bu tip şeyləri həll edirdi və tələbi qarşılaya bilmədiyi zaman nə yarandı? Artıq bir qış deyilən dövrü yarandı. Niyə? Çünki durğunluq oldu. Qışda biraz durğunluqda axı meyvələr yetişmir və s. falan ilaxır. Ona görə də insanlar suni intellekt qışı deməyə başladılar bunu. Məhsuldarlıq azaldı. Məhsuldarlıq azaldı. Eyni də sizin dediyiniz kimi. Məhsuldarlıq azaldı. İnsanlar çünki suni intellekt ilk əvvəl heç də belə sürətlə inkişaf edəcək bir şey kimi yox. Daha yeni-yeni təməlləri qoyulurdu amma insanlar daha çox sevdi. Bu tendensiyanı da fikir verirəm ki, var. Yaranıb da insanlar fikirləşir ki, daha tez, daha çox nəsə inkişaf eləsin. Hətta suni intellektin eləmədiyi şeyləri belə bəzən onun boynuna yıxırlar ki, bəlkə bunu suni intellekt elədi. Bəlkə baxırsan ki, real bir şey, dilə bu yox, suni intellektləndi və s. belə şeylər də olur. İndi görürəm ki, yavaş-yavaş artır. Amma bu baxıma suni intellekt də dayanmadan sürətlə inkişaf edir deyə bayaq sizlərin də qeyd etdiyiniz kimi mənim Silikon vadisində çünki çox yeniliklər oradan gəlir. Dostlarım var və daim deyirlər ki, hər saniyə artıq inkişaf gedir. Fikirləşirəm ki, indi suni intellektin qışı olmaz, yəqin ki, bahar dönəmidir. Yəni baharıdır. Amma gözləntiləri aşağı salmalıyıq sizcə? Biraz salaq. Çox biraz fərqli biraz Salsaq, texniki proseslərin içində olan bir adam kimi deyirəm ki, biraz salsaq yaxşı olar. Çünki çox insanlar gözləntini artırır. Gözləntilər artdıqca da texniki insanların üzərindəki yük də artır. Bir tərəfdən də bunun təhlükəsizlik məsələlərinə də ciddi nəzarət eləmək lazımdır. Ona görə fikirləşirəm ki, daha yavaş-yavaş inkişaf suni intellekt olsa sürətlə gedir. Amma bizim gözləntilərimizi yavaş-yavaş aparsaq daha yaxşı. Gözləntilərimizə qış gəlsin. Yəni qış ola bilər. Yəni qış hazırlayaq, yəni isti geyinək, hava yenə soyuya bilər. Elə may ayıdır, sağ olsun. Hə, donuruq. Bu hələ soyuq da əvvəl, havalar isinmir. İndi mənə bir maraqlıdır ki, biz bu gözləntiləri aşağı salırıq, amma insanlar da artıq olduqca bağlanır. Sən dedin, Eliza effekti formalaşır. Mən kifayət qədər tanıyıram, özüm də bir iki dəfə məsləhət almışam. ChatGPT-dən məsləhət alırsan və getdikcə sənin sirdaşına çevrilir. Biraz elə bilirsən ki, pocket dostundur. Bəli. Cib dostundur. Bunun qarşısını almaq olarmı, yoxsa bu əslində yaxşı bir şeydir? Bəlkə biz gələcəkdə artıq bizim xəbərimiz yoxdur, artıq biz özümüzlə daşıyırıq, biz artıq bir növ hibrid bir adamlarıq, nəsə belə bir format formalaşır. Mən də çox müşahidəçi bir insanam. Mən də müşahidə edirəm, görürəm ki, insanlar artıq dəhşət dərəcədə bağlanıblar ona. Dünyada da onsuz nümunələrini görürük. Biri çəkibitlə evlənir, biri deyir ki, ən yaxın dostumdur və s. ilaxır. Məsələn, mənim xalam, uzağa heç getməyəcəm, evdə ChatGPT-dən nəyisə məsləhətləşməmiş addım atmır bu dəqiqə. Belə bir vəziyyətə gəlibdi. Bu, mən düşünürəm ki, o qədər də yaxşı bir şey deyil. Çünki insanların öz beyninin süzgəcindən nəyisə keçirtməyi azalır və çox insan, bu çox maraqlı bir video gördüm bu yaxınlarda. Bir komik videolar çəkən biri çəkmişdi. Yeməyi belə qarşısına qoyur, şəklini çəkir, göndərir ChatGPT-yə ki, bunu neynəməliyəm? İnsanla qarşılaşır, salam vermək yadından çıxır, deyir, bunu neynəməliyəm? Zehni tənbəllik. Hə, zehni tənbəllik yaradır və psixolojik olaraq da artıq ona bağlanırsan və düşünürsən ki, o olmasa eləyə bilərəm. Əvvəl çox rahatlıqla elədikləri şeyləri insanların görürəm ki, artıq suni intellektsiz eləyə bilməyəcəklərini düşünürlər. Bu bir problemdir və bunu mən fikirləşirəm ki, həll etmək üçün elə psixoloqlar və s. daha yardımcı ola bilər. Çünki mən təlimdə idim bir dəfə. Təlimdə bir qız bir şey soruşdu. Dedim, valla mən texnik adamam. Mən bilmirəm, onu psixoloqlardan soruşmaq lazımdır. Fikirləşirəm ki, texniki adamlarla, yəni bizim AI-ın inkişafından birgə, suni intellektin inkişafından birgə, psixoloqlarda sosial gender bərabərliyə və s. baxan şəxslər də bizlə birgə işləməlidirlər ki, insanların üzərindəki təsirlərini daha pozitivə çevirə bilək. Elə siz texnik adam olduğunuz üçün növbəti sualı elə tarixlə bağlı istəyərdim ki, Nigar xanıma verim. Nigar xanım,
elmdə harda müşahidə oluna bilər ümumiyyətlə bu durğunluq? Hansı təhlükələr gələ bilər bizi bir elm adamı kimi, tədqiqatçılar kimi? Elə uzağa getməyim. Mən tələbələrimdən görürəm ki, deyirəm, bilirəm, neyro şəbəkələrdən istifadə edirsiniz. Amma elə eləyin ki, müəyyən qədər insan payı da olsun bu işdə. Və Nigar xanım, hansı təhlükələr var? Biz nəydən özümüz qorumalıyıq ki, bu tələyə düşməyək, ancaq yaxşı tərəflərini istifadə edə bilək? Tarixi ümumiyyətlə elm belədir ki, analitikaya əsaslanır da hal-hazırki elmi götürsək. Yəni insan nəyisə hansısa mövzunu seçir, analiz eləyir, müəyyən nəticələrə gəlir və tətbiq eləyir. Amma indi süni intellekt çıxıbdı. İnsanlar bəzən yəni o yardımcı rolunu kənara qoyub çox belə yəni daha çox istifadə etməyə çalışır. Bu təhlükəlidir niyə görə? Birinci növbədə xanım da qeyd etdi ki, insanda analitik düşüncə zəifləyə bilər. Çünki hal-hazırki süni intellekt insan yerinə düşünür, analiz edir, nəticə çıxardır, anotasiya da verir. Amma halbuki onu, yəni biz tarixçilər edirik. Sonra başqa bir təhlükə təhlükəsizlik məsələlərinə görə kiber təhlükəsizlik yox, informasiya daha çox təhlükəsizlik. Kiber təhlükəsizlik texniki tərəfdir. Xanım daha yaxşı izah eləyəcək. İnformasiya təhlükəsizliyi necə? Məsələn, deepfake var. Bu texnologiyalar var. Həmin texnologiyalar bu dəqiqə insanların olmayan bir hadisələri göstərə bilər, yaza bilər süni intellekt vasitəsilə. Və bu da gələcəyi dəyişə bilər. Yəni məsələn gələcəkdə hansısa bir insan həmin fake məlumatlarla qarşılaşa bilər. Bu da tarixin düzgün yazılmamasına, tarixi proseslərə təsir edə bilər və bunun da qarşısını almaq üçün əlbəttə ki, texniklər işləyir, detektorlar yəni kəşf edirlər ki, bu fake məlumatların qarşısı alınsın. Deməli, süni intellektdə etibar məsələsi var da, o manipulyasiya qabiliyyəti də var və səhv etmə qabiliyyəti də var. Qərəzli ola bilər. Qərəzli də ola bilər. Yəni ki, bu hadisələr ola bilər deyənə biz indi əksər insanlar ilkin məlumat almaq üçün süni intellektə müraciət edir. Və süni intellektin səhv yönləndirilməsi isə gələcəkdə tarix elminə də mənfi təsir göstərə bilər. Tarixi anlamaq baxımından, yəni başqa tarixçilər yox, axı tarix tək tarixçilər üçün deyil. Başqa insanların anlaması və başa düşməsi mənfi təsir göstərə bilər, onları səhv yöndə yönləndirə bilər. Ona görə də biz deyirik ki, həmişə deyirik ki, bu süni intellektin bizə verdiyi məlumatları həmişə yoxlanılmalıdır. Tarixçi, təbii zəka tərəfindən yoxlanılmaq şərti ilə, yəni istifadə etmək olar. İndiki dövrdə yeni gəlib texnologiyalar və şöbə olaraq da yeni fəaliyyətə başlayıb. Hansı texnologiyalardan tətbiq olunur bizim bu tarix elmi sahəsində? Bəli, bizim bir seminar keçirildi bu yaxınlarda və orada 7 etapdan ibarət yeni metodologiya, sırf süni intellekt əsaslı biz yeni metodologiya irəli sürdük. Hal-hazırda da Tarix və Etnologiya İnstitutunda bu istiqamətdə işləyirlər. Yəni xüsusi tarixçilər var. Bu nədən ibarətdir? Yəni İki mərhələyə bölərdim süni intellektdən ümumiyyətlə tarixi tədqiqatlarda istifadəni. Birincisi, elmi tədqiqat məhsulu yaranana qədər kömək. Burada mövzunun seçilməsi, başlığın seçilməsi, mövzunun strukturu, yəni planın verilməsi və ədəbiyyatın review, ədəbiyyatın şərhi, bunların hamısına kömək edir. Süni intellekt çox kömək edir və vaxt itkisinin qarşısını alır. Məsələn, deyək ki, bir 400-500 səhifəlik kitabı biz bir həftə, 2 həftə oxuyuruqsa, süni intellekt oxuyub və mövzumuza uyğun nələrsə tapırdıqsa, artıq süni intellekt onu saniyələr içərisində bizə verir və orada səhifəsini də verir ki, bax bu səhifədə sənin mövzuna aid bunlar var və çox rahatlaşdırır. Eyni zamanda mənbələrə də tətbiqi, yəni hansısa bir mənbəni xarici dildə də olsa, bizə onun qısa şərhini verir və biz bilirik ki, o mövzuya aiddir yoxsa yox. Çox maraqlı bir mövzuya toxundunuz və mənə maraqlıdır ki, əgər süni intellekt və tarixçi
hər ikisinə bir mövzunun araşdırmasını versək və hər ikisi sonda fərqli bir nəticələrə gəlsə, hansına biz inanaq? Sualım hər ikinizdədir. Süni intellekt onsa tarixçilərin yazdığı və zamanla internetdə paylaşılan dataları əsasən çıxardır. Ona görə və ümumiyyətlə bütün dataları nəzərdən götürür, çıxardır. Ona görə mənim fikrimcə indiki versiyada, çünki süni intellekt bu dəqiqə beta versiyasındadır. Beta versiya o deməkdir ki, tam hazır olmayan versiyadır. Tam hazır olmadan istənilən məsəl üçün texniki application-ı və s. buraxanda beta versiyası əvvəlcə buraxılır. Süni intellekt de betadadır. Tam inkişaf edilmiş bir master versiyasında deyil və bugünkü gündən danışırıqsa mən tarixçiyə etibar edərdim. Süni intellektin təxəssüsü. Gələcəkdə baxarıq. Gələcəkdə baxarıq. Bəli. Gələcəkdə baxarıq. Bilmək olmaz. Bilmək olmaz. Mən də eyni fikirdəyəm. Hal-hazırki vəziyyət elədir ki, tarixçiyə daha çox etibar etmək lazımdır. Amma mən düşünürəm ki, gələcəkdə bu dəyişə bilər. Yox, dəyişə bilməz. Yəni həm tarixçiyə etibar etmək olar, həm də süni intellektə. Yəni bu gələcəkdə mənim fikrimcə belə olacaq. Yəni buna doğru gedir. Bir söz soruşum. Bəs indiki vəziyyətdə məsələn olur da tarixdə ziddiyyətli mövqelər var. Bəli. Məsələn, tarix siyasiləşir, bu artıq faktdır. Siyasi motivlərə görə bəzi alimlər müəyyən hadisələri müəyyən cür təsvir edir. Digər blokda, digər cəbhədəkilər tamam əksi cür. Bəli. İndi bunları baxanda insan da qərəzlidir də. Biz belə baxanda görürük ki, tam olaraq hər tarixçinin dediyinə də inanmaq olmur. Çünki günün sonunda onun beyninin içindəkini biz bilmirik. Onun niyyətinə uyğun yazır yazanda. Süni intellektin məqsəd olaraq ən azından obyektiv çalışırlar ki, hazırlasınlar, məsələlərə maksimum obyektiv baxsın. İndiki vəziyyətdə bəs ziddiyyətli mənbələri ona verib izah eləyəndə ki, budur. Onlarla necə işləyir? Yəni gəldiyi qərar necə olur? Yenə də internetdə hansı cərəyana aid data çoxsa onu seçir, xanım yoxsa? daha yaxşı bilər. Mənə elə gəlir ki, bilməm təsdiqləyəsiniz ya təksib eləyərsiniz. Mənə elə gəlir ki, ziddiyyətli mənbə ilə qarşılaşanda birinci növbədə ChatGPT, yəni onu istifadə edəni tanıyır və onun düşüncələrinə uyğun verir, promptu düz verməsə. Amma promptda yazsa ki, mənə dürüst ol, tutaq ki, sən peşəkar tarixçisən falan, belə şeylər yazılsa, o nisbətən düzgün cavab verər. Amma ziddiyyətli məlumatları o ən çox hansı qəbul olunursa internet məkanında və mənə elə gəlir ki, onu qabağa verəcək. İki versiyada təqdim eləyə bilər. Çünki siz ona, yenə də deyirəm, xanım da yaxşı bilər, promptu verməyinizdən asılıdır, sorğudan asılıdır. Mən də Nigar xanımla razıyam. Sən sorğunu necə qurursansa, ona uyğun gəlir. Bir adi nüans deyirəm. Mən ilk dəfə yazanda yazmışdım ki, bir şeylə başqa bir məsələyə bağlı. Elə bilin ki, mən coffee shop müdürüyəm. Coffee shopum var onunla bağlı. İndiyənə qədər üstündən bəlkə də 3-4 il keçirdim. Mən hələ də ona nəsə olanda mən yazır ki, nəzərə alsaq ki, sən coffee shop müdürüsən. Yazımda saxlayır. Deyirəm ki, valla deyiləm. Mən texnik adamım. Mən coffee shop müdürüyəm. Nə gəldisə o datada saxlayır və onu da verir. Onda tam olaraq belə deyək də, onu da etibar eləyə bilmərik. Yenə Yox, bu qayıdırıq. dəqiqə ora. yox. Mən komanda verə bilmərəm ki, unut bunu. Mən coffee shop müdürü deyiləm. Verirəm, unutmur. Hə, unutmur. Heç bir Bu şəkildə bug sayılır. Hə, bəlidir. Bu bəlidir. Konkret şəkildə bu boşluqdur, bu bəlidir. Ona görə beta versiyada dedikdə, hələ ki Beta deməklər özünü bir qədər sığortalayır və hətta eynilə. sonda da nə yazılır bu süni intellekt proqramında? İnanmayın, nəsə belə bir şey yazılır, hə? Elmi nəsə. Tam etibar etmir. Çünki bu halüsinasiya Bəli, tam elə bir var şey yazılır, tam Bu- etibar etməyin sanki Bəli. elə bir. İndiki süni intellekt modelləri indi siz daha yaxşı bilərsiniz təbii ki. Böyük dil modelləri Bəli. deyirlər. O sistemin onsuz da məqsədi odur ki, istifadəçiyə bir cavabı versin. Cavab bilməyən də belə uydurur nəsə bir Bəli, halüsinasiya eləyir. Oradan bir şey imitasiya çıxardıb sadəcə qabiliyyəti verir. var. İndi çox adam da allanır ona, o şeyi yaddan çıxardır ki, bunun kodlaması bu cürdür. Elə oradan aldığı hər məlumata inanır ki, hə, Odur. Süni intellekt deyib budur. Süni intellekt çünki çox vaxt bu belə deyək də danışıq botları çəkibdi, Gemini'di. Bunlar danışıq botlarıdırlar da, tool olaraq belə deyək. Bot hesab olunurlar və bunlar əsasən sizin dediyiniz kimi nə isə cavab verməyə yönləndirilibdi.
uydursa da imitasiya eləyəcək, hər hansı bir məlumatı, saxta məlumat olduğunu da özü bilə bilər. Onu da imitasiya eləyəcək, verəcək. Danışmaq İstənilən xətrinə məlumatı danışır. verəcək. Hə, danışmaq Bizi xətrinə aferin. danışır. Zəhərli göbələk yeyirsən, deyəcəksən yeyirəm göbələyi, sonra zəhərlənirsən, deyirsən bəs bu dedin zəhərli deyir. Deyirsən haqlısan, düz deyirsən bu zəhərli imiş. Eynilə. Evet. Olur ya. Yəni Cavabı verir. promptdan çox şey asılıdır. Səni razı salmaq əslində. istəyi var. Açıq-aşkar səhv cavab verir və deyirsən ki, sən falan yerdə bunu səhv dedin axı. Hı. Qayıdır sənə deyir ki, hə, çox düzgün deyirsən, bəs filancı. Yenə o cavabda da səhv olur və eyni səhvdən belə deyək də törəməsi də olur. Çalışır ki, etiraz Hə. eləməsin. də. Halbuki birinci səhvi qəbul eləmişdi, amma yenə də bir törəmə səhvdir. Ha, deməli, oradan artıq amma biz bilirik proqramlaşdıra bilərik ki, biraz Bəli. biraz jostki ol. Mən Ciddi sərt olmaya qarşı biraz. Ha, onu deyəsən də dürüst ol. Dürüst ol. Elə uydurma. hə? Var, o öz içərisindən Mümkün girib də elə bir yazmaq şey. mümkündür. Mümkün. O niyə elə eləyir? Bir şərt operatoru deyə bir şey var kodlaşdırmada. O şərt hər dəfə tamamlandıqda eyni şeyi verir deyə bir şey var və ona o yazılıb deyə o daim şərt tamamlandıqca eyni istənilən mövzuları başlayır danışmağa. Yetər ki, gələn sualı cavablandırsın. Amma bu yaxınlarda mənim başıma gəlib mənə etiraz elədi həqiqətən. Doğrudan. Deməli, şoka düşdüm həqiqətən. Mən elə bildim ki, deyəcək yaxşıdır. Deməli, onda mövzu istədim. 4-5 mövzu verdi. Mən də ondan seçdim. 2 mövzunu birləşdirdim. 2 mövzudan 1-2 sözü birləşdirdim. Bir qəşəng bir mövzu yazdım. Mənə elə gəldi qəşəngdir. Və verdim. Dedim ki, mövzum belədir. Necədir bu ad? Bu mövzuya, bu adı necədir? Qayıtdı ki, bilirəm sənin bu ad xoşuma gəlir. Amma ki bunun birinci hissəsindən ikinci hissəsi demək olar ki, eyni mənaya gəlir. Ona görə yaxşı olar ki, ayır. Təzədən öz yazdığını verdi ki, bu ikisindən birini seç. Nə eləmisiniz Nigar xanım ona ki, belə Yəni şok deyildim, həqiqətən çox. Ay göz ağardan da başa düşür. Öyrənib də prosesdən ola bilsin, şoka öyrənib. düşdüm. Ola bilsin. Yəni nə bilim vallah belə. Çox maraqlıdır. Mənim belə bir sualım var. Doktorantlara, tədqiqatçılara, dissertantlara süni intellekt nə dərəcədə təsir edəcək onların elmi işlərindən işləməsinə? Təbii ki, 5 il əvvəl kimi işləməyəcəklər. Fərqli işləyəcəklər. Və Nigar xanım, siz necə görürsünüz ümumiyyətlə araşdırmacını gələcəkdə? Doktorantı necə görürsünüz gələcəkdə? Müdafiə prosesini necə görürsünüz? Yaxşı danışım. Deməli, mənə elə gəlir ki, süni intellekt yaxşıdır. Bəli, araşdırma üçün düzgün tətbiq edilsə yaxşıdır. Sürətlənəcək. Yəni məsələn, az əvvəl qeyd etdiyim kimi mənbələri, tarixşünaslıq materialını sürətli şəkildə analiz edəcək və bu da iş prosesini sürətləndirəcək. Amma tutaq ki, biz doktorant, hansısa bir doktorant AI-ya, süni intellektə işini yazdırması, bu hal-hazırda yol verilməz bir şeydir. Bu müəlliflik hüququna da zidd bir şeydir. Və hal-hazırda beynəlxalq jurnallar ki var, elmi jurnallar, onların siyasətinə artıq süni intellekt də daxil olub və onların deməli tələblərindən biri də budur ki, əgər süni intellektdən istifadə olunubsa, mütləq şəkildə bəyan olunmalıdır. Mən plan, yəni bu hissəsində süni intellektdən istifadə etmişəm və onların artıq yavaş-yavaş detektorları da yaranır ki, hansı ki müəyyənləşdirsin ki, bu süni intellektlə yazılıb, yoxsa təbii intellektin məhsuludur. Yəni düşünürəm ki, hal-hazırki dövrdə alət kimi istifadə olunsa, doktorantlara çox kömək olan bir sistemdir süni intellekt. Amma gələcəkdə necə görürəm? Mən şəxsən subyektiv fikrimdir. Gələcəkdə həm müəllif kimi görürəm və biraz da uzaq gələcəkdə müəllif kimi görürəm mən süni Müəllif kimi intellekti. konferanslarda çıxış edəcək. Bəli, mən onu, çünki mən fikirləşirəm ki, birazdan, yəni ki, gələcəkdə robotlar necə ki biz uşaq dünyaya gəlir, o dünyaya gələn kimi bacarıqlara sahib olmur. O öyrənir. Bu da hal-hazırda yaranma mərhələsindədir. Elə bir dövr gəlib çata bilər ki, həmin robot, süni intellektlə təchiz olunmuş robot özünü şarj eləyəcək, öz baxımını eləyəcək. Harası xarab olsa özünü təmir elətdirə biləcək. Yəni buna doğru gedir. Nigar xanımın sözünə qüvvət, yanvar ayında Çində idim. Artıq orada robotlar gəzir və bəzi işlər görürlər. Robot itləri də gördüm, robotların özlərini də gördüm. Hər iki şarj yoxdur, amma ona da yəqin ki, özləri eləməyə başlayacaqlar və
tam robotlaşdırılmış marketlər gördüm süni intellektin yardımıyla. Heç kəs yoxdur marketin içərisində. Tam robotlaşdırıblar və s. Çox gözəl. Tam işləyir, yəni Tam effekt. rahatlıqla qapı açıldı, girdin, istədiyin şeyi götürürsən, atırsan səbətə, səbət qalxır yuxarı, gedir birbaşa kassaya, gəlir və sən kassada qoyduqların hamısını bu meyvə tərəvəz də ola bilərdi. Necəsə çəkdi, orada bir qiymət göstərdi mənə. Mən o qiyməti onların özəl proqramları var, birisi ödəniş onun olmalı, Alipay ilə ödənişi elədim, götürdüm, çıxdım. Bir nəfər belə yox idi, heç kəs. Çox rahatlıqla hər şey. Maraqlı. Bəli, çox yəni dəyişir dünya. gələcəkdə süni intellektlə təchiz olmuş robot deyə bilər ki, mən tarixçi olmaq istəyirəm məsələn. Tarixlə məşğul olmaq. Yəni o futuristik rejissorların, yazıçıların o təsvir etdiyi dünya uzaqda deyil. Bu sürətlə yaxın Məncə, gələcəkdədir. bəli. Və bilmirəm bu qorxudur bizi yoxsa əksinə. Burada Qorxmamaq amma bir lazım. sual yaranır ki, bax, tarixçi olmaq istəyirəm dediniz. Gəldi mənə o sual ki, o süni zəka nə qədər mürəkkəb olsa da o istək məsələsi ki var, iradə. Bəli, O emosional. özünün nəsə istəyi necə o yarana bilər? Çünki bu bir alqoritm kimi Bəli. fikirləşsək, nə qədər mürəkkəb olsa da bütün işi görə bilir. Heç bir səhvə yol vermir deyək ki. Yenə də boş durduğu yerdə insan necə ürəyin deyib su içmək istəyir, ya nə bilim, nəsə bir filmə baxmaq istəyirəm, açırsan, baxırsan. O istək şeyi necə yaranacaq onda? Ha, yaxşı. O- İndi bir siz alqoritm dediniz, amma hal-hazırki süni intellekt sistemi xanım çox yaxşı bilər. Alqoritmlə işləmir də. Özü-özünü təkmilləşdirən bir sistemdir. Məsələn, AGI sistemləri var, ümumi süni intellekt və biraz da qabağa getsək super zəka, super süni intellekt. Hal-hazırda bu istiqamətdə araşdırmalar gedir. Keçən ildə Nobel mükafatı aldılar. Yəni 3 nəfər, biri də Hassabis idi. Bu istiqamətdə, yəni insan beyni necə düşünür, necə qərar qəbul edir və s. neyronlar necə işləyir, onu süni zəka ya imitasiya eləyirlər, yəni köçürdürlər. Və elə bir şey olsa, insanda emosional zəka da var axı, istək də var. Əgər köçürülsə, tam şəkildə bu necə deyim, proses işləsə, istəyə bilər. Və yaxud maraqlı. süni intellekt bir övlad kimi baxsaq, valideyn kimi desən ki, sən böyüyəndə bu olmalısan. Bəli, Elə deyəsən. Çünki əgər Elə bir istəyə şey. bilərsə, pis şeylər də istəyə bilər. Təbii, Və o təbii. gəlir çıxır o həmişə dediyimiz o robotlar dünyanı ələ keçirir ssenarisinə. Ona görə mədəni Elə ola danışmaq bilər. lazımdır robotlarla. Hörmətli dost, əziz Bəli, dost. ona görə yəni dost belə olmaq lazım. Nəzakətli. münasibət. Yaxşı münasibət. Mən sığortalayıram özü. Mən hər dəfə nəzakətlə danışıram ki, Biz də. üsyanları baş versə mənə qarşı Amma bir problem şey də var Fikir Ayxan. Bunu bu süni intellekt şirkətləri həmişə deyirlər, bəyan edirlər. Artıq chat ora yazmaq əslində təbiətə ziyandır. Necə? Məsələn, salam yazır. Adam sadəcə salam yazır. O salam verir, sonra fikrini deyir. O sən hər salam yazanda bir dənə salam yazdın daha doğrusu bir mesaj artıq oldu da o chatda. Chatın axırında 15-20 mesaj varsa, sən 21-ci mesajı yazanda da bildiyim qədərilə bütün mesajları hamısını birdən analiz edirdi. Bəli, Çatır. əlavə. Və o əlavə serverdə su yandırır. Bəli. Yəni onsuz da su qıtlığı olan bu dövrdə biraz da bu tip şeylərlə SMS-in dəb olan vaxtı yox. çalışırdıq ki, sözləri sıxışdıraq ki, artıq söz Bax getməsin. eyni məntiqdir. Bax o vaxt necə kontrol Bəli. qənaət. İndi suya qənaətdir. Gərək insanlar Bizim peşədə çox mümkün adam deyil. bilmir. biz. Əslində o İstəyirəm mümkün qədər qısa və konkret danışmaq lazımdır. təşəkkür eləmək. Serverləri olmur. soyutmaq üçün dəhşətli dərəcədə su sərfiyyatı gedir. Bəlkə gələcəkdə onunla bağlı da indi danışıqlar gedir ki, nələrsə fikirləşilsin, dəniz suyu olsun, arıtılandan sonra dəniz suyu təmizləndikdən sonra və s. Amma o da ki, hal-hazırda indi olacaq bir məsələ deyil də bir neçə il tələb edəcək o proseslərin olmağı. Və hə, mən sizlə razıyam. Çox insan hər zaman mən də çalışıram ki, insanları təkmilləşdir. Süni intellektlə ümumiyyətlə mən məsəl üçün kitab yazmağa niyə zərurət doğdu? İnsanlar süni intellektlə qarşılaşdılar, istifadə etməyə başladılar. Amma düzgün necə istifadə etmək lazımdır, bu haqqda məlumatları yoxdur. Sadəcə hər hansı bir sorğu yazmaq süni intellektdə düzgün istifadə etmək deyil. Çox insan qeyd etdiyim kimi tam olaraq beynini verib onun əlinə. Bəzi insanlar salam necəsən və s. soruşur. Necə düzgün istifadə edirik? Düzgün biz sorğular yaza bilirik mi ümumiyyətlə? Elə insan var ki, deyir mən nəsə yazıram, başa düşmürəm məni. Çünki sorğunu çox detallandırmalıyıq.
Məsəl üçün deyirik ki, bura soyuqdur, bəlkə o elə bilirsən Antarktidadsan, yazacaq ki, Antarktida soyuq bir yerdir, nə bilim nə falan şəklində. Sən demə mən falan yerdəyəm. Falan şeylər, əynimdə bu geyim var, nə bilim bir əslində ondan bir şok kimi görmək və bir ona izah eləmək. Süni intellektin hazırda neçə yaşı var sizcə? Süni intellektin nə Təxmini bilim, hansı dövrdədir? Zəka olaraq. Zəka Hansı olaraq- dövrlərdədir? Yeniyetmədir. əslində o 50-lərdən başladığını nəzərə alsaq o Uşaq yox, nəyim? Nigar xanım. uşaq mən uşaq kimi Ben- görürəm. Hal-hazırda uşaq Mən kimi nə bilim görürəm. yaranma Yox, tərəfindən. yox. Hə, necə görürsən? Yəni öyrənmə prosesi, düzdürmü? Beta versiyada da öyrənmə Bəli. prosesi. Bir 5 yaşında uşaq. 5 yaşında uşaq bəli, kimi. bəli. Hələ bax. Və 5 yaşında bir uşaqdır. Ona hər şeyi izah eləməli. O bayaq dediniz ki, robotlar idarə edəcək. Mən qohumları olduğum üçün inanıram ki, mənə nəsə Siz eləmək. orada o özünüzə yerləmisiniz. Hə, mən xalayam. Məsəl deyiş. Bu gələcəkdə rəqabət yaranacaq istər-istəməz. Biz nəyidəsə uduza bilərik, nəyidəsə uda bilərik. Tarixçilərin əsas bacarıqları hansı olacaq ki, onu əvəz eləyə bilməyəcək sizcə bu süni intellekt? Onu demək biraz çətindir. Çünki hal-hazırda tarixçilərin yəni süni zəkaya qalib hal-hazırda xüsusiyyətləri dərin düşünmə, yəni analitik düşünmədir. Hal-hazırda süni zəka bunda biraz ki, niyə? Çünki biz süni zəka internetdən toplayır da məlumatları. Amma biz hal-hazırda başqa yerdən də toplaya bilirik o məlumatları və daha dəqiq doğru nəticəyə gələ bilirik. Ona görə hal-hazırda geri qalır. Amma indi gələcəkdə bütün bu yazı prosesləri inteqrasiya olunsa data mərkəzlərə, dataya, təbii ki, o da istifadə edəcək və bəlkə də bizdən də yaxşı istifadə edəcək. Dilarə xanım, siz bir kitab yazmısınız Bəli. və mən bir dəfə bir IT sahəsindən maraqlanan, ilk addım atan qrup yoldaşıma bir IT sahəsində kitab almaq istədim. Sonra mən dedilər ki, o kitabı alma. O kitabı alırsan 1 il artıq gecikir. Geridə qalır o kitab. Eyni qaydada da siz də daha tez-tez kitab yazmalısınız ki, o yazdığınız qayda sorğu köhnəlmiş versiya ola bilər. Doğrudurmu? Elə bir şey varmı yəni? Birinci ən əsas zərurət ondan doğdu ki, Azərbaycan dilində IT üzrə, yəqin siz kitab alanda da görmüsünüz, IT üzrə kitab çox azdır. Python'ın və s. falan kitablar sırf Azərbaycan dilində. Azərbaycan deyildi. O, bəli, bəli. Hə, azlıq Xarici- təşkil edir. Xarici dildə. Hə. Bəli, bəli, bəli. İnsanlar məcburdular ki, xarici dil öyrənsinlər. Məsəl üçün o kitabları oxumaq. Təbii ki, xarici dil öyrənmək yaxşı bir şeydir, amma hər hansı bir məlumat almaq üçün o kitabı bu dəqiqə öyrənə bilmirsə, problemdir. Ona görə mən istədim ki, Azərbaycan dilində bir şey olsun və insanların bu dəqiqə ilkin tanışlıqda AI ilə davranışlarını, süni intellektlə davranışlarının tam olaraq düzgün olmadığını bildiyim üçün onu yazdım. Amma gələcəkdə sizin qeyd etdiyiniz kimi mən o sürətə çata bilmərəm. Davamlı şəkildə o sürətlə kitablar, çünki o inkişaf elədikcə davamlı elə kitablar çıxardım. Mən qorxuram kitablar yoxa çıxacaq ümumiyyətlə. Yox, əslində Fiziki kitab oxumaq ancaq belə bir məsəl onsuz da var idi. Məncə də. Qəzet oxumaq indi necə? qəzet Səhərlər səhərlər onun kimi. köhnə kişilər səhər qəzeti yoxdur. Crossword, o gün crossword gördüm. Crosswordda belə baxdım ki, crossword eləyir insan, crossword eləyir. Təsirin bir şey, antikvar bir şey. Arxaik bir şeyə çevrilir sanki yəni. Bəli, çox dəyişib. Yəni mən o sürətlə qeyd etdiyim kimi gedə bilmərəm. Sadəcə mən insanlara ilkin əlifba kimi də, mənim kitabım əlifba kimi. Süni intellektlə ilkin tanışlıq əlifba kimi düşünmək lazımdır ki, hə, sən necə idarə edirsən, sorğularını necə qurmalısan, o sənin nələrdə yardımçı ola bilər. Çünki insanların çoxu, mən həmişə deyirəm, insanlar qorxurlar ki, süni intellekt mənim işimi əlimdən alacaq. Ən böyük qorxuları odur. Və mən həmişə deyirəm ki, süni intellekt sən o vaxt işini əlindən alacaq ki, sən onu rəhbərin olaraq görəcəksən. Sən onu köməkçin olaraq gör. Bəlkə Nigar xanım da toxundu o mövzuya. O sənin ancaq digital bir köməkçindir. O sənin rəhbərin deyil. Çünki mən özüm belə startup tədbirlərində və s. jüri olaraq da iştirak edirəm və ora gənclər gəlir, baxırsan ki, bütün hər şeyi süni intellekt elətdirib. Sən artıq ona bir sual verəndə o ona cavab verə bilmir və s. Bu nədir? Artıq nədir? O onun rəhbərini çevrilir. Belə şeylərin qabağını almağa çalışırıq deyək. Dünya qloballaşır və məsəl üçün əvvəl hansısa bir düzən dəyişəndə quldarlıq dövrü bitir, feodalizm başlayır. Bu hər yerdə eyni vaxtda baş vermirdi. Tədricən baş verirdi. Amma bu gün dünya qlobaldır. Süni intellektin ortaya çıxan yeni məhsulu dərhal Azərbaycanda istifadə edə biləcəyik, yoxsa
Bu da artıq bir coğrafiya, bu da bir hansısa bir mentalitet əngəl ola bilərmi? Sualınızı Ah, sual. cavablandırım. Deməli, məsəl üçün bilirsiniz ki, süni intellekt səhiyyə və hüquqi məsələlərdə artıq məsləhət verməməyə başlayıbdı. Bu haqqda qanun qəbul olunubdu Amerikada və ümumiyyətlə də süni şirkətlərin özündə qanun qəbul olunubdu ki, daha artıq biz səhiyyə ilə bağlı və hüquqi ciddi məsləhətlər verməyək. Çünki çox insan bunu pis yönlərə istifadə elədi. Etik qaydalar var burada? Etik qaydalar var, bəli. Çünki bəziləri pis yönlərə istifadə elədi hüquqi baxımdan, bəziləri elə oldu ki, o adama teşhisi çox gec qoydular səhiyyə ilə bağlı və bunlar böyük problemlər çıxartdı, ciddi bəğlər idi. Ona görə artıq qərar verildi ki, bu dayansın. Hətta bununla bağlı saytlarda da xəbərlər çıxdı bizdə Azərbaycanda da ki, artıq səhiyyə və hüquqdan məlumat verməyəcək. Amma bu dəqiqə səhiyyə və hüquqi bir şeylə bağlı yazsanız, sizə məlumat verəcək. Çünki bu artıq Amerikada başlayıb, digər yerlərə yavaş-yavaş gələcək. Baxın, bu bir prosesdir. Adi qanun üzərindən getdim sizə. O da olduğu kimi orada da bəzi hissələri var ki, çıxır, birinci hər şey oradan çıxır, ondan sonra yavaş-yavaş digər hissələrə gəlməyi həmin saniyə gəlmir, açılır. Bir neçə ay çəkir, bir ay və s. Çünki birinci test bölgəsi olaraq Amerikaya buraxırlar prosesi, ondan sonra digər hissələrə doğru gedir. Başqa ölkələrə, başqa coğrafiyalara. Sən dedin coğrafiya məsələsi. Hər şey Amerikadan gəlir. Coğrafiya qədərdir. Coğrafiya Qədərdir. Müəyyən qədər, nə qədər qloballaşsaq da, bu işin kökü hardadısa birinci oradan. Bəli. Amma burada baxın şey də yaranır da. Yenə mən biraz skeptik suallar verdim bu gün, amma yenə davam edir. Bunun mərkəzi Amerikadırsa, indi dəxli yoxdur. Başqa bir ölkə də ola bilər. Süni intellektdə Amerikadır günümüzdə. Bunu hər hansı siyasi motivlərlə, milli mədəni maraqlar zəminində Eləyə bilərlər. necəsə belə deyək, redaktə eləyib bizim qarşımıza qoya bilərlər. Bəli, eləyə bilərlər. Beyin yuma aləti kimi deyək. Çox rahatlıqla eləyə bilərlər. Çünki oradan bütün şirkətlər, süni intellekt şirkətləri hamısı kökən olaraq Amerikadadır. Sən ölkədə bəhsin qeydiniz kimi ola bilərdi, Amerikadadır və onlar öz mədəniyyətlərini, öz fikirlərini necədirsə o formada da bütün dünyaya yeridirlər. Hiss eləmədən asta-asta balaca artıq həyatımıza sızmağa başlayırlar. Çin modelləri necə bəs? O fərq görünür. Çinlilər də yəqin ki özlərinə onlar da kim yaradırsa öz həyat formatını, mədəniyyətini yavaş-yavaş keçirtməyə çalışır. Eyni Çin modellərində də var, hər ikisində. Mən düşünürəm ki, hətta bu Çin modellərində daha çoxdur. Çünki Çinlərdə biraz sosializm və s. ideologiya, sistem biraz falan onlarda gözləyirsə. daha çoxdur nəinki Amerikan modellərində. Amma Xanım da çox da maraqlı bir nüans var. Bilmirəm fikir vermisiniz ya yox. Bu AI ilə bağlı yaranan şirkətlərdə də bütün bu prosesdə olmuş adamların əsas bu koddaşdırma və s. işlərində olan adamların çoxu SSR-də dünyaya gəlibdi. Mən araşdıranda OpenAI-də və s. var. SSR-də dünyaya gəlmiş, sonradan Sovetdə buralarda təhsil almış, sonradan Amerikaya getmiş uşaqlar oluyor çox. beyin axını, Beyin belə axını. beyin axını baş verib. Beyin axını baş verib, bəli. Bəs Nigar xanım, Azərbaycanda olan beyinlər nə etməlidir? Sizcə biz elə bir coğrafiyadayıq. Əgər coğrafiyanın təsiri varsa, biz elə bir coğrafiyadayıq ki, Çində bizə yaxındır, təsiri var, Amerikada var və biz nə etməliyik coğrafiya olaraq ki, bizim elmi tədqiqatlarımızda müəyyən həmin o tərəqqilərdən geri qalmayaq və o mənfi tərəflərinin təsirlərindən qaçaq. Elmimiz inkişaf etsin. Biz birinci növbədə tənqidi yanaşmalıyıq ki, süni intellektin elmə tətbiqinə ki, burada sui-istifadələrə yol verilməsin. Bu birinci məsələ. İkinci məsələ etik qaydalar müəyyənləşdirilməlidir mütləq şəkildə. Hələ ki bu proses gedir bizdə. Çünki strategiyalar qəbul olunubdu 2025-də, 25-28-ci illər strategiyası, 2026-da da bu strategiyanın sürətlənməsi haqqında plan qəbul olunub və o hər ikisində bu məsələlər işıqlandırılıbdı da, yəni bu vəzifə kimi qoyulubdu.
ki, etik deməli qanunvericilikdə də yaxında özünüz də görəcəksiniz ki, dəyişikliklər də olacaq. Məsələn, bu yaxınlarda etik kodeks qəbul olundu Elm və Təhsil Nazirliyi tərəfindən. Həqiqətən müsbət addımdır. Amma mən yaxşı olardı ki, orada süni intellektlə də bağlı etik qaydalar müəyyənləşdirilsin. Biz şöbə olaraq da üzərində işləmişik, bəzi nəticələrə gəlmişik. Yəni bu hissəsi də, qanunvericilik hissəsi də deməli yaradılmalıdır və qeyd etdiniz ki, xarici axının qarşısını necə almaq, o da strategiyalarda kadr deməli potensialının gücləndirilməsi kimi, vəzifə kimi qarşıya qoyulmuşdur. Təbii ki, yəni öyrənmə mərhələsindəyik və o kadr potensialını da artırmaq üçün kadrlar yetişdirilməlidir. Həqiqətən çox maraqlı bir rəqəmsal transformasiya qovşağındayıq. Harda ki biz rəqəmsal texnologiyalarla üzləşirik. Amma burada siz dediniz insan faktoru, humanitar düşüncə öndə dayanmalıdır ki, qarşısını alsın. Hələ ki biz siz dediyiniz kimi 5 yaşlı uşaqla üzbəyüzdəyik. O böyüyəcək. O vaxta kimi də biz müəyyən o nəzarət proseslərini də ortaya qoymaq. Tam sərbəst buraxa bilərik biz. Sərbəst buraxsaq bilmirəm, yəni hansı... Yəni nəticəsi biraz xoşa gəlməz olmaz da. Tutaq ki, uzaq gələcəyə fikirləşsək, münaqişə məsəl üçün ola bilər. Çünki tarixdə də belə olub da. Biraz tarix... Danışın, tarixdə bax yeni bir... Tarixlə müqayisə eləsək, Bəli, baxın bəli. siz quldarlıq dövrü dediniz. Bəli. Fikirləşirəm ki, hal-hazırda süni intellekt ibtidai icma quruluşundadır. Sonra keçəcək quldarlığa. Niyə? Çünki biz dominantlıq təşkil edəcək. Biz nə desək onu eləyəcək. İndi də hal-hazırda nə desək eləyir. Amma indi başqa feodalizm var, kapitalizm var. Belə formasiyalar Bir olub dənə da Spartak tarixdə. çıxacaq, deyəcək ki, biz Bəli. üsyan edirik. Bəli, qulların üsyanı olub da, düzdürmü? Bəli. Və eləyə bilərlər ki, biz artıq yəni müstəqil olmaq istəyirik və bəlkə də nə bilim dövlət quracaqlar. Bu süni intellekt robotları ola bilər. Ya Məni uzaq insanlıq gələcək. üzrə nazir qoyarlar ora. Siz orada hazırlanmısınız. Siz onlarla Bizim həm yaxşı yaxşı münasibət qurmusunuz. İnsanlıq üzrə nazir. İnsanlarla münasibətlər üzrə nazir. Ən yaxşı orada. Çox, mənim fikrimdə çox təsir eləyəcək və bu təsirləri istəməzdim. Biz skeptik yanaşaq və yaxud hansı... Məncə skeptik yanaşmalıyıq. Hə? Bu Stanley Kubrick'in bir filmi var. 2001 Space Odyssey. Bunun Kosmik bizim dildə Odisseya. Kosmik Odisseya. Səyahət. Bəli, bəli. O vaxt düzdür bu film 70-ci illərdə çəkilib, səhv eləmirəmsə. Düşünürdülər ki 2001-də artıq o texnologiyaya çatacağıq biz. Orada nədir əsas bu kosmik bir filmdir, astroloji filmdir. Kosmonavtların bu kosmik gəmisini idarə edən bir sistem var, kompüter var. Heç bir səhv eləmir və indiki süni intellekt modelləri kimi söhbət eləyir kosmonavtlarla, deyir, yeməklərini hazırlayır, verir. Sadəcə komanda verirlər ki, məsələn, filan koordinatlar bura gedək, belə eləyək, gəminin baxımı olsun, hər şeyi bu öz eləyir. Amma artıq belə bir orada məqam gəlir ki, o kompüterin verdiyi qərarların şübhələ yaranır. 2 nəfər də cəmi üzv olur da gəmidə insan olur. Öz aralarında danışırlar ki, yəni biz etibar edə bilmərik də buna, orada müəyyən bir nüans olur. Nə qədər gizlənsələr də o şeydən qaça bilmirlər. Həmin o kompüter onların dodaqlarını oxuyur uzaqdan, başa düşür məlumatı və onun birini ölümə göndərir hətta fəzada, gəmiyə buraxmır, tək qalır o birisi kosmonavt. Ya bu göstərir ki, hətta o səviyyədə də o vaxt Stanley Kubrick'in bizə demək istədiyi odur ki, yəni bu qədər təkmilləşsə belə bir sistem yenə də güvənə bilmərik də. Gedib kainatın o bir ucunda səni qoyur belə pis vəziyyətdə. Biraz tarix kimi istəyirəm, düşünün. Nigar xanım, sinifi üsyan baş verə bilər və belə deyək, hansısa kimsə insan aristokratdırsa, oliqarxiyadırsa, həmin o hansı bir sinif gəlib onu devirə bilər. Yəni biz gərək onun bir sinif formasını verməyək.
sən heç bir sinifə aid deyilsən. O azadlığı verməmək lazımdır. Biraz Çox ən çətin başından, məsələdir. Çətindir, bəli. Dəqiq. Yəni İndi belə onun danışırsınız pis oluram. Süni intellektdə niyə Siz onunla azadlıq? yaxşı münasibətdəsiniz ona görə. əlbəttə. Onun tərəfindəyəm. Yaxşı, bizi onu yaxşı təqdim eləyin. Deyin ki, yəni biz biraz yox, bilirsiz necə? Biz yəni ki, necə deyim, o olmaya da bilər də. Əməkdaşlıq olunsa, necə deyim, Ehtimaldır da bunlar. bəli, bunlar ehtimaldır. Əməkdaşlıq olunsa niyə elə bir yerdə yaşayarıq da? İnanın, Necə mən biraz insanlar iki bərabər hüquqlu qəbul etmək də çətin gəlir onu. gələcəkdə bərabər hüquqlu belə qəbul ola etmək. biləcəkdə, yəni. Yəni nə bilim, mənə elə gəlir ki, elə olacaq. Gələcəkdə bərabər. Gələcəkdə politkarik Çünki hesab əgər- olunmayacaq süni intellektdə demək ki, ano, it. Sən ya osan, ya nəsə belə bir təxmini politkarik tətbiq olunacaq bəlkə də. Bəlkə də, yəni yəqin ki, fikirləşəcəklər də qarşısını almaq üçün. Tarixdə həmişə belə olub da. Yenilik həmişə müqavimətə rast gəlir. Logistlər var idi. Bəli, həmişə elə olub. Sonra amma qəbul ediblər və daha üstün olub da, belə deyək. Həmin o qəbul edənlər. Az əvvəl siz də dediniz. Demişkən bu sənaye inqilabları baş verib. Manufaktur inqilabları baş verəndə logistlər var idi. Dağıdırdılar maşınlar ki, ola bilməz Bəli. bizim işimiz, çörəyimiz əlimizdən alınır. İndi bunu da biz süni intellekt 4.0 kimi görsək, süni intellekti bu İnqilab 4.0. İnqilab 4.0 görsək, süni intellekti də biz qarşısına ala bilməyəcəyik. Logist ola bilmərik biz burada. Təbii də, yəni ona görə deyirəm ki, tarix bunu göstərir. Qəbul eləyək. Yəni tarix bunu göstərdiyi üçün, mən də tarixçi olduğum üçün mən ona görə proqnozu elə subyektiv fikrimdir ki, gələcəkdə bu baş verəcək. Yəni bərabər hüquqluluq, hətta yəni öz hüquqları da olacaq belə. Yəni, Yaşayaq görək. bəli, bəlkə görək. Sözünüzə üçün insanların əzablarını Siz hal-hazırda bizi tapşırarsınız onlara ki, bizlə Bəli. Bir səfirimiz vardı orada da. Ha, bəli. məncə çox maraqlı mövzuya toxunduq və həqiqətən yaxşı ki, biz süni intellektlə bağlı verilişlərimizi yəqin silsilə xarakter edərik. Ola Bəli. bilsin ki, bunu silsilə xarakter edərik, çünki maraqlı mövzudur və həndəsə silsiləsi ilə davam edir, artır. Çox tez sürətli artır və xüsusən də elmi tədqiqatlarda bizim əsas fokusumuz, tarix elminədir fokusumuz. Yəni bilməm, bu suallar verir ya özümüzə qaranlıq qalan. Bəlkə də indi deyirik də bu inkişaf o qədər sürətli gedir ki, bir ay sonra bir dənə video çəkərik. Bu sualların yarısının cavabı hazır olar o Bəli. vaxtda. Gecikmisiniz öyle bir Ən söhbət azından yoxdur. yəqin ki, texniki suallar olacaq birinci növbədə. Amma o da bir irəliləyişdir. Bunu daim izləmək lazımdır sadəcə. Və baxmaq lazımdır yeniliklərə də necə uyğunlaşa bilərik. Bəli. Bizim başqa belə deyək variantımız yoxdur, belə görürəm. Qonaqlarımıza təşəkkür etmək istəyirəm. Ki, gəldilər həm tarixçi alim baxışı, həm də süni intellekt üzrə mütəxəssis baxışı çox vacib idi. Yəni bu bir tərəfli ola bilməz idi. Hər iki tərəfdən bizə lazım idi ki, biz ümumi bir sondakı apokalipsi şəklini yarada bilək. Amma Həm texniki, həm texnik, humanitar, həm elm sahəsi və hər iki mütəxəssimiz də hal-hazırda onu tətbiq eləyir. Təşəkkür edirik sizlərə ki, biz gənclərin verilişinə, podkast verilişinə dəvətimizi qəbul etmisiniz. Mən təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun, sizə uğurlar diləyirəm. Mən də təşəkkür edirəm. Çox sağ olun. Yəni biz gənclərə hər zaman kömək etməyə hazırıq. Ümid edirik ki, izləyənlər üçün də maraqlı oldu və onların da ağlındakı müəyyən suallara cavab verə bildik biz bu vəsilə ilə. Mənim özümə şəxsən çox maraqlı oldu. Suallarından onsuz da göründü ki, nə qədər düşündürdüyü bu məsələni məni və müəyyən belə deyək pəncərələr açıldı məndə. Belə Major notlarını yekunlaşdıraq. əsas odur ki, Yaxşı olacaq. Bəli. Yəni həqiqətən süni intellekt bu günləri bizim alətimizdir. Və alət ümid edirəm ki, bizə dəstək olacaq. Sizin alət deyil bəlkə də, amma bizim hələ ki bir Mən alət yaxınımdır. sizin yaxınınızdır və sayğılarla süni intellektə təşəkkür edirik və elmi inkişafına ümid edirik ki, dəstəyi çox olacaq. Təşəkkür edirik.